Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkin, Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Hamıya bol şans, uğurlar arzulayıram. City, Tottenham, Chelsea kimi komandalar bizə öyrətdi ki, bu həyatda bir daha öyrətdi ki, bu həyatda heç kəsə güvənməyəcəksən. Nəyin ki güvənməyəcəksən, heç o tərəfə baxmayacaqsan. Bugün dostlar sürətli, tematik, ancaq mövzuya aid qısaca notlarımı verəcəm. Çalışacağım kənarlaşmayayım mövzudan. Ona görə də hamınızdan yaxşı bir dəstək gözləyirəm. Hamınıza uğurlar arzulayıram və Telegramımızın linki aşağıdadır. Eyni zamanda siz onu ekranda görürsünüz. Eyni ilə Vaqifin Telegram kanalının adını ekranda görürsünüz və video təsvirində linklər də yerləşdirilib. VIP qrupun nömrəsi ekranda göstərilib və saytımız təbii ki, saytımızda unutmursunuz. Baxın, orada məsələn dünən saytda bir analiz yazdım. Əslində elə burada dediklərimin üstündə dayandım orada. Sadəcə onun izahını verməyə çalışdım və 2-24 əmsalla Brentfordun 2 topu çox rahat şəkildə 19 dəqiqə qazandı. Amma City kimi komandaların 1.41 ilə birinci hissə qələbəsi gəlmir. Niyə? Çünki Setanta Sportsun aparıcısı, adını yadımdan çıxardım, az qalada deyirdi ki, bu City oynamır birinci hissədə və buraxacaq böyük ehtimal. Buraxacaq, hər şey klassika üzrə gedəcək. Adam 6 dəfə Premier Liqanı götürüb, gözümün üstündə qaşın var deyən yoxdur, düzdür? Və o adama kişilik falan belə sözlər xas deyil artıq. Neçə ildir. Belə dostlar, günah bizdədir ki, ona güvəndik. Başlayırıq, sürətli şəkildə getdik, yerləndik. Ancaq futboldan danışacağıq. Kənar mövzular məni maraqlandırmır. Mən sizə burada Gladbach 2 top vurar izah elədim. Nə bilim, Liverpool udmaz izah elədim. Amma gəlirsən elə şeylərdə, onları da futbola əsaslanıb deyirəm də. Onları mən havadan götürmürəm ki. Siz bilirsiniz ki, mən əmsallardan uzaqlaşmışam. Əmsallardan sallaya bilərsən səhərə qədər. Salla. 2-5, gol falan. Mən nəyə əsaslandırıram bunu? Tottenham dünən oynamadı dostlar. Göstərdi ki, oynayır. Dünən Kudduz 1-1-də deməli, çırpırdı özünü ayağa. Topu çırpırdı ayağa, müdafiəçinin ayağına. Biz uşaq deyilik də, Kudduz 2 nəfər ilə yellədir, biz onu çox yaxşı bilirik. Belə dostlar. Mən keçən həftə şənbə günü idi, yoxsa nə vaxt idi? West Ham'ın oyunu ilə bağlı nə demişdim sizə? West Ham'ın hocası Graham Potter istefaya gedəcək. Niyəsini izah eləmişdim və həmin həftədən sonra, artıq bu həftə Graham Potter bir gün qalmış istefaya göndərildi və Nuno Espirito Santo Fabrizio Romano'nun da məlumat verdiyi kimi gəldi klubun başına. Bax belə. Dostlar, Hollandiyadan başlamaq istəyirəm. Erkən seansları bilirsiniz ki, sevmirəm. NEC Alkmaar oyunu. Burada dostlar, NEC 6 oyundu. NEC Nijmegen'dən gəlir söhbət təbii ki. 6 oyundu. 2-5 üstə oynayır, görmürsünüz. Hətta əksəriyyəti 3-5 üstə gedib. 3 oyunda uduzur bu komanda. Ona görə də məncə risk alacaq. Yenə də bax, normalda ardıcıl 2-5 üstə oynayan komandaları sevmirəm. Amma başqa da bunun əksində durub nə deyəcəksən? Dünən bir nəfər yazmışdı da şərhdə. Onu da qınamıram. Yəni qınamaq mənasında demirəm. Ki, Eintracht ardıcıl 3-5 üstə oynayır və s. Məncə bu oyunu 2-5-6-dır. Oyun neçə oldu? 10 top oldu oyunda. 10 topa 4-6. Yəni nə deyəcəksən bu oyuna? İndi burada çıxıb tərsini deyəcəksən, oyun gedəcək 3-5 üstə. Hər ikisinin vuran ayağı var dostlar. 2-5 üst. Bir tərəfli də ola bilər, 2-5 üst. Nə bilim, inşallah ki tərsləməliyik. 1.41 əmsaldır 2-5 üst. Məncə düşəcək amma, çünki düşürdü. Görək, xeyirlisi, bəlkə də qalxıb. Amma Alkmaara bravo dostlar, çünki Alkmaarın fundamenti sağlamdır. Amma Alkmaar da bildiyimiz kimi də çıxır Feyenoordla 2-2, Batarap 3-3 oynayır. Dalıncan da çıxır Zwolle ilə 2-2 oynayır. Bax belə. Hannover, Arminia Bielefeld 2-5 üstə namizəd oyunda ağlınıza batırsa, canlıdan dəyərləndirə bilərsiniz ən azından. Dünən sizə Getafeni izah elədim və düzdürmü dostlar? Deyirəm, necə çətin oyunların öhdəsindən gəldik. Gəldik hansı oyunlarda elə işləyir. Rayo Vallecano, Sevilla. Rayo dostlar 5 oyunda udmur. Bu məni narahat edir, çünki Rayo oynayır. Belə olanda biz həmişə nə deyirik, 5 oyunda udmur. Məşqçiyə torbadır mı? Amma biz onu görmürük oyunda. Metropolitano'da məsələn məşqçiyə torbaydı mı? Yox. Adamlar çata-çat futbol oynadı Atletico Madridlə. Dünənki Atletico Madridi gördünüzsə, təxminən elə bir oyun oynayırdı. Yəni mən məşqçiyə torba görmədim orada. Rayo oynayır, sadəcə bir
Necə olur? Mən bilmirəm. Necə bunu bacarırlar, saxlaya bilmirlər. Qoruyub saxlaya bilmirlər hesabı. Mən deyirəm dostlar, burada iki məsələnin arasında qalmışam. Rayo hissə qazanar və yaxud da ki Rayo oyununda ümumiyyətlə birinci hissə 0-5 üst. Məncə hər ikisini, birini canlı üçün saxlayın, başa düşdüyünüz hansını. Məncə Rayo hissə qazanacaq, artıq qazanmalıdır. Bir də Sevilla'nın oyunlarında dostlar həddindən artıq sarı kart çıxır deyə. Bir də gördü Sevilla sarı qırmızı kart aldı. İnşallah tərsi olmaz. Rayo da hər hansı bir hissəni qazanar və oyunu da ümumiyyətlə udar. Aston Villa, Fulham. Metrikalar qoyuruq bir kənara. Bu oyunun metrikaları mənim maraqlı deyil. Mən tullanıb düşmə mənasında demirəm bunu, indi başa düşəcəksiniz. Deməli fikir verin, keçmiş futbolçuların talk showsuna baxırdım dünən. Biri deyir ki, səncə Aston Villa'nın evindəki bu mövsüm ilk qolunu kim vuracaq? O birisi deyir, nə bilim, məncə Morgan Rogers vuracaq. Biri deyir, məncə, nə bilim, Watkins vurar. Məncə Gessan vurar. Qardaş, açıram baxıram. 6-cı turdur. Aston Villa hələ evdə qol vurmayıb, hələ qələbəsi yoxdur. Bu nədir ki? Nə baş verir? Və tarixən Fulham onun üçün ən uyğun rəqibdir. Sözünüzdə bunu H-to-H bölməsindən baxa bilərsiniz. Amma bu hara gedir? Yəni, ya Unai Emery'ni rədd eləyin, işimizi bilək. Ya da ki, Unai Emery başa düşək ki, qəzada kim başına iş gələr, bundan sonra yaxşı olacaq. Dostlar, metrikaları falan, metrikaların da hamısı alt, yox qol, 2-5, alt və s. belə şey danışır. Okey, yaxşı. Olsun, maraqlıdır. Dostlar, Aston Villa time'da vurar. 1.80 əmsaldır. 1.90 əmsaldır, üzr istəyirəm. Aston Villa time'da vurar. Aston Villa hissə qazanar deyirəm. Hissə qazanar 1.48'dir. Qazanmayacaq. Piramida gedəcək. Başqa variantımız yoxdur. Roma Verona, bu Gasperini görünür ki 1-0'ların, yəni Max Allegri modunda davam eləmək fikrindədir. Bilməm indi nə olar. Bilirsiniz, məsələn, bu oyunla bağlı normal metrikalar yoxdur. Var daha doğrusu əmsalları yoxdur. Məsələn, metrikaya baxın, deyir ki, bu komandalar arasında indiyə qədər, nə bilim, filan qədər qarşılaşmadan filanında, yəni mütləq əksəriyyəti qol-qol olur. Bax, qardaş, Gasperini'dir bu. Gasperini hamıya göstərdi ki, mən 1-0'larla getmək, mənə qane eləyir, sizi bilmirəm. Məncə sizi də qane eləyir. 3 halları götürük də. Belə, yəni 1 plus 3, 5, 6 varsa əmsal. Yəni sizi qane eləyirsə o əmsal daha doğrusu. Freiburg, Hoffenheim. Freiburg, deməli, Bundesliga'da son 13 oyunda boş keçməyib. 2010, yəni qol vurub və 2010-cu ildən sonra ən uzun seriyadır. Bu arada Freiburg məsələn çox maraqlıdır. Freiburg standartlardan ən çox qol vuran komandadır hal-hazırda bu mövsüm. Hoffenheim isə standartlardan ən çox qol buraxan komandadır. Ya korner, ya cərmə zərbəsindən, asmadan sonra və s. İndi tutalım məsələn də okey, yaxşı. Freiburg vurdu. Hoffenheim bunu qarşılıqsız qoyarmı? Mən başa düşürəm. Hoffenheim ardıcıl üst oynayır səhv etməmsə, düzdür də. Keçən dəfə də ona görə narahat idim, amma narahatsızlığımı izah elədim ki, sizə niyə Bavariyanın oyunda 4 üst gələcək, qələbə, yəni Bavariyanın özünün o qədər topu gələcək. Dostlar, Hoffenheim son 6 səfər oyununda Bundesliga'da azı 2 top vurub. Mən deyirəm bunu ataq ortalığa. Hoffenheim potensial Freiburg'un topu var deyə fikrimi əsaslandırıram da. Potensial Freiburg'un topu var deyə atıram. Vincenzo Grifo qaldırdı. Ortadan tak içəridir qol. Yaxşı. Unuttum üçün adını. Çalışdım belə şey eləyim. Maşenikli eləyim. Alınmadı. Simadan tutduz yəqin ki. Hoffenheim dostlar nə oynuyor? Özdə belə səfər oyununda. Məncə biz üst görəcəyik dostlar. Hoffenheim keçiddən vurar. Freiburg'un cavabını verər. Razılaşmazlar bir-birə də hətta deyirəm. Üstə gedər bu oyun. Şəxsi düşüncəmdir. Kimsə deyər ki, yox, Hoffenheim çox üst oynayır. Qaçaq bu oyundan. Əlini sıxıram, mən nə deyim. Elche, Celta. Bu Celta dostlar nə vaxt udacaq? Bir nəfər mənə bu sualmada cavab versin. Mən demirəm hissə qazanar, amma bir topuna 1.31 açıqlarsa götürək. Deyirəm. Yanına 1.50 qoydu, nə oldu? 2-dən yuxarı əmsal. Bunu demək istəyirəm. Hə, düşübsə əmsal, alınca batmırsa, başını bıraxın geçsin. 1.30-dan biraz yuxarı, tək bəzən nadir hallarda burada görərsiniz də, hər buraxılışda az qala var, amma bir dənə oyun olur da. 1.50-nin yanına qoyub nəsə oynamaq olar deyə deyirəm bunu. Lyon. Dostlar, burada çox maraqlı bir şey var. Lyon oyununda. Lyon yeganə klubdur ki, hələ birinci hissədə buraxmayıb.
Kapiş, türklər demiş. Dünən Sunderland gördünüz, vurdu o seriyanı qırdı. Gladbach vurmadı. Lyon ardıcıl bütün liqadakı oyunlarda Lyon indiyə qədər bu mövsüm bütün liqa oyunlarında birinci qolu vurub, hətta o gün o metrikadan yola çıxaraq sayta qoymuşdum. Utrecht'dən oyunda da vurdu. 1.60 neçə əmsal idi. İlk qolu vurar. Okey. Lille 13 qolundan 11'ini ikinci hissədə vurub. Son qollardan gedir söhbət. Lille ikinci hissədə qol vursa, əla bir əmsalı var. Hə, ən çox qol Lille'in özü ikinci hissə. Bir baxarsa əmsalına. Newcastle Arsenal. Deməli, ən az XG toplayan komanda Newcastle'dır indiyə qədər Premier Ligada. Və Arteta'nın ən çox səfərdə uduzduğu ikinci komandadır Newcastle. Birinci başa düşdüyünüz kimi, söhbət səfərdən gedir. Başa düşdüyünüz kimi birinci Pep Guardiola'dır. Buna baxmayaraq, mən heyətləri, oyunları, bütün oyunların səhv etmirəmsə izləmişəm bu mövsüm. Tutuşdururam. Abi, valla Arsenal hissə qazanmalıdır ya. Yəni, başqa cür bu oyunu mən təsəvvür edə bilmirəm. Yəni, ümumi klub, heyət balansı, disbalansı. Newcastle tərəfdə disbalans yaranır. Arsenalın isə lehinə olur. Yəni, mən belə görürəm. Trippier ilə, Livramento ilə, bu Malik Chow ilə. Qabaq CBC Sportda elə deyərində belə bir tər gəlirdi. Mənə götürdüm, axtardım. Doğrudan da onun adı Malik Chow'dur. Elə oxunur soyadı, Chow. Yəni, çox zəifdir dostlar, əl-qərəz. Arsenalın 9 qolundan bu arada, son 9 qolundan 6-sı 30-60-cı dəqiqələr aralığında vurub. Ya birinci hissənin son bölümündə 15 dəqiqəsində, ya da ikinci hissənin ilk 15 dəqiqəsində. Arsenal məncə hissə qazanar. Buraxa da bilər, amma döyüşəcək Arsenal. Və xalın götürəcək. Köln Stuttgart. Bu cins oyundur, sırf canlı pas olsun dostlar. Köln bu mövsüm 75-ci dəqiqədən sonra ən çox qol vuran klubdur. Bu, Leipziglə oyunda bunu vermədim. Leipziglə səfərdə oynayırdı. 90 neçədə vurdular. Və bir dəfə də ondan qabaq 90 neçədə vurmuşdular. Yəni, canlıdan onu əla əmsalla götürmək olur dostlar. Buna görə deyirəm sizə. Stuttgart isə 75-ci dəqiqədən sonra ən çox buraxan ikinci klubdur. Birinci Union Berlin'dir. Ona da gələcək indi. Amma ikinci Stuttgart'dır. Əlinizə telefon canlıdan sıxa bilərsiniz. Barça Sociedad. Bu oyun haqqında çox danışmayacağım. Niyə? Çünki sayta analiz yazıb qoymaq istəyirəm bu oyunla bağlı. Fikirləşirəm çünki detallarına getmək istəyirəm. Oxumaq istəyənlər, sevənlər oxumağı oxuyacaqlar. Yəni, Barça bu gün Realı keçirdə dostlar, düzdürmü? Və son illərin ən sevdiyi rəqiblərindən biri ilə oynayır. Hərçənd Sociedad çox təhlükəli komandadır. Amma məncə bilmirəm, Flick harada dayanacaq, nə tər eləyəcək, bilmirəm. Yəni, bu gün çox barizdir, bəlkə Barçanın qələbəsi, Realın məğlubiyyətindən sonra dəyməyək deyirsinizsə, okey. Amma Flick'in preslərini, ortada top çevirmələrini baxıram. Nə bilim, valla. Baxın, məsləhət içindir, saytı da gözləyə bilərsiniz ki, orada fikirlərimi yazacağım və oxuya bilərsiniz. Union Berlin, Hamburg. Dostlar, bir şey izah edəcəm. Union Berlin'i bilirsiniz ki, sevirəm, hər dəfə izləyirəm. Və bir oyuncu deyəcəm, ona diqqətlə, oyuncunu diqqətlə güdərsiniz bundan sonra. Union Berlin ötən həftə 2 qol vurar, niyə izah elədim sizə? Və birini də həmin oyunculardan biri vurdu, yeri gəlmişkən. Union Berlin 8 oyundu 3-5 üst oynayır. Məni yeganə narahat edən məsələ budur. Amma bu da mənə əslində belə maraqlı deyil. Pauza eləyirəm və indi kimlərsə fırlatdı. Yəqin dedi ki, hə, indi 3-5 üst deyəcək bu oyuna. Gecikdiniz artıq, əgər fırlatdırsa qabağa. Deməli, Union evində dəhşət start götürür dostlar. Dəhşət start götürür. Union publikası başqa cürdür. Klubun sahibləri publikada bilirsiniz orada. Hamburg Ligada qapısına ən çox zərbə yiyən ilk klubdur. 75 zərbə yiyib qapısına indiyə qədər. Birinci hissədə buna görə də 5 qol buraxıb. Düzdür, kimsə deyə bilər ki, Bavariyadan buraxıb da 4-ünü. Və birində Heidenheim'dan buraxıb da. Və Bavariyada səfər oyunudur və o komandanın necə aşırı baskı altında dağıldığını göstərir Hamburgun.
Mən deyirəm ki, dostlar, Union Berlin bu oyuna qol vuraraq başlayar. Birinci hissədən gedir söhbət də. İlk qoldan getmir söhbət. İstir Hamburgda vursun birinci hissə. Mənim maraqlı deyil. Və İlyas Ansa adında futbolçu var. Bu uşağa fikir verin. Dəhşət oyuncudur. Stoykadan vurduğu zərbəyə baxın. Yerindən razbeksiz vurur da, yəni qaçışsız vurur. Texnikasına fikir verin. Top sürməyinə baxın. 1.90-dan yuxarı boyu var. İlyas Ansa vurar. Deyirəm, inşallah üzümü ağ eləyər. Və Betis Asasuna ardıcıl 8 səfər oyununda liqada Asasuna ikinci hissədə qol buraxıbsa, götürün. Buraxmayacaq da, neyini? Belə. Öpürəm sizi dostlar. Allah əmanət olun. Nə yaxşı ki varsınız. Sabah yəqin ki istirahət, növbəti günlərdə artıq görüşəcək.